əcri lin-nasi ala yadayyal xeyr və la tamhaqhu bil man. Buyurur ki, cəmaata mənim əlimdən, əllərimlə xeyir çatdır insanlara və minnət qoymaqla o xeyri aradan aparma. Yəni mən elə bir insan olum ki, bütün vücudumdan cəmaata xeyir gəlsin. Özə tək möminlərə demir, linnas, yəni insanlara. Fərqi yoxdur, hətta xristianlara, hətta başqa dində olanlara. Yəni bir adam başqa dində olanlara qarşı da xeyrini, mərhəmətini əsirgəməsin. Bu barədə kifayət qədər nümunələr var imamların, peyğəmbərin həyatından. Mən vaxt yoxdur onları danışım. İnsanlara xeyir mənbəyi olum. Və bir də ki, bu xeyri qoruyum. Bunu mən neçə dəfə demişəm, bunu mən hədislərdən, alimlərdən öyrəndiyim sözlərdir ki, deyirlər ki, əməl eləməkdən çətin onu qoruyub saxlamaqdır. Bu ilin orucunu tuturuq, o ilin orucunu qəbrə qədər qorumaq hünərdir. Orucu tutmaq nə qədər çətindirsə, onu qorumaq daha çətindir. Orucdan yazılan savabları bir-bir xərcləyib aradan aparmayaq. Adam var, zöhr namazını qılır, axşamacan zöhr namazını məhv elədi. Şamı qılır, sübhə qədər o məhv oldu. Buradan yazılır, buradan pozulur. Buradan yazılır, buradan pozulur. Burada da deyir ki, mən cəmaata yaxşılıq eləyim, amma batil eləməyim, aradan getməsin. Nə ilə? O nə ilə batil olur? Yaxşılıq batil olur minnət qoymaqla. La tubtilu sədaqatikum bil mənni vəl əza. Quran buyurur ki, elədiyiniz sədəqələri, yaxşılıqları minnət qoymaqla batil eləməyin. Dava vaxtı düşən kimi, var belə adamlar, dava düşən kimi mən elədim sənə, yadımdadır filan şey. Mən olmasaydım filan olardım. Mən olmasaydım, hamısını bir-bir xarab eləyir elədiklərini. Yaxşılıqlarını yadda saxlayır ki, dava düşsə yada salım ki, mən yadımdadır filan vaxt filan eləmişdim. Onlar bir-bir sadalayır, danışır. Bir-bir də danışdıqca batil eləyir. İnsanlara xidmət çox mühüm göstərişidir dinimizin. Mən təəssüf edirəm ki, bizim cəmiyyətimizdə zəifləyib bu his. Bəlkə də keçmişdə bundan daha yaxşı idi. Bəlkə yox, bunu təsdiq edirlər. İndi elə bil hərə özü üçün yaşayır. Bu çox pis haldır. Hərə özü üçün yaşayır. Qonşu qonşunu tanımır. Ünsiyyət, mehribançılıq itib insanlar arasında. Hamı özünü fikirləşir ki, mən qazanım, mən yiyim, mənim uşağım, mənim ailəm. Amma yaxında yaşayan insanı özü kimi bilən adam, özündən qabağa salan adamlar barmaq hesabıdır. Halbuki belə dövrlər bizim xalqımız yaşayıb. Hətta bəlkə də deyək, Sovet dövründə bundan daha yaxşı idi bu barədə məsələn. İnsanların bir-birinə qaynayıb barışması, həmdərd olması, bu əsasən İslamdan gələn göstərişlərdir. Bu çox mühüm məsələdir. İnsanlar bir-biri ilə mehriban ola. Ancaq öz qayğıları ilə, öz istəkləri ilə yaşamaya, öz dərdləri ilə yaşamaya. İsa əleyhissalam özü barədə danışır, buyurur və cəaləni mübarəkən eynəmə kunt. Öz xüsusiyyətindən danışır. Deyir, Allah mənim mübarək qərar verdi. İmam Sadiq təfsir edir ki, burada mübarəkdə məqsəd budur ki, Həzrəti İsa deyir ki, mən cəmaat üçün faydalı insanam. Yəni, Peyğəmbər xüsusiyyətidir bu. Ki, Quranda danışır, Quranda. Deyir, Allah məni mübarək, yəni bərəkətli qərar verdi. İnsan var, ömrü də bərəkətlidir, pulu da bərəkətlidir, vücudu bərəkətlidir başdan ayağa. Hamıya xidmət üçün istifadə edir. Pulu azdı görürsən, çox adama əl tutur. Adam var, pulu çoxdur, heç kəs əl tutmur. Az olsun, bəzən bərəkətli olsun, daha yaxşıdır. Çox olub, əbtər olmaqdansa, bərəkətsiz olmaqdansa. Əbtər sonsuza deyirlər, bərəkətsizə deyirlər. Ona görə də möminlərin xüsusiyyəti budur ki, çox mühüm məsələ budur ki, kiminsə hacətini rəva elə. İmkanın yoxdur, vasitə ol. Dindiyi burada dayanma ki, mən neynim əlimdən gəlmir. Vasitə ol. Bəlkə kiməsə müraciət eləyərsən, bunun çətinliyini həll eləyər. Onu da eləməlisən. Bunu da əlindən gəlmədisə, duaya nə var ki? Ürəklə otur, dua elədin.